Salam. Bir gün ben size şəkil üzərində qoğalın nağını düzəldəcəm. Dostlar, bitti. Qoğal dığırına dovşanın yanına geldi. Dovşan dedi, sen ne tatlısan, ben seni yemek istedim. Qoğal dedi, yok, beni yeme, ben sana nane koyarım. Ondolu qoğal olmuşam, sütüyle yoğurmuşam, nənədən də qaçmışam, babadan da qaçmışam. İndi səndən də qaçaram deyib, dığırına dovşandan qaçdı. Və qarşısına ayı rast gəldi. Ay dedi, sən nə gözəlsən, mən səni yemək istəyirəm. Ay dedi, yok, məni yemə, mən sənə nane koyarım. Ondolu qoğal olmuşam, sütüyle yoğurmuşam, nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan da qaçmışam. İndi səndən də qaçaram deyib, dığırana qarşısına canavar çıxdı. Canavar dedi, sən nə dadlısan, sən nə şirinsən, mən səni yemək istəyirəm. Qoğal dedi, yok, məni yemə, mən sənə mahnı oxuyaram. Ondolu qoğal olmuşam, sütüyə yoğurmuşam, nənədən də qaçmışam, dovşandan da qaçmışam, ayıdan da qaçmışam. İndi səndən də qaçaram deyib, dığırana qarşısına hiləcər tülkü çıxır. Tülkü deyir, sən nə gözəlsən, sən nə şirinsən, mən səni yemək istəyirəm. O dedi, yok, məni yemə, mən sənə mahnı oxuyaram. Ondolu qoğal olmuşam, sütüyə yoğurmuşam, nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan da qaçmışam, ayıdan da qaçmışam, canavardan da qaçmışam. Tülkü dedi ki, mən eşitmirəm, mən çoram. Gəl mənim burnumun üstünə oxun. Mən çaram. Gəl mənim burnumun üstündə otur, oxun. Qoğal onun burnunun üstündə oturdu, oxumağa başladı. Ondolu qoğal olmuşam, sütüyə yoğurmuşam. Mahnını oxuyancan, tülkü dilini burnunun üstüne elədi və qoğalı yedi. Burada isə nağıl bitdi.